Mən Ərbəni anam ilk dəfə 2020-də gedəndə eşitdim və 2020-də mən Ərbəninin həvəskarı oldum. Necə oldu bu il gəldin? Bu il mən çox arzulayırdım ki, Ərbənə gəlim. Anam bizə sual verdi, Ərbənə getmək istəyirsiniz? Biz də bacımla razılaşdıq, amma anam Ərbəni demədi, Kərbala dedi. Biz də anama dedik ki, biz Ərbənin vaxtı getmək istəyirik. Biz oranın necə çətin olduğunu görmək istəyirik. Anam isə bizlə razılaşdı və biz bugün buradayıq. İlk çox idi, amma mən yaşlı uşaq üçün çətinlik çox ola bilər. Mənim üçün çətinlik yoxdur, amma mən yaşlı uşaq deyirəm. Yəni, bəzi uşaqlar var ki, çətindir onlar üçün, yəni yeriyə bilmirlər. Mən istəyirəm ki, dostlarım gəlsin, bu yolları görsünlər. Mənlə bərabər getsinlər. Buranın çətinliyini başa düşsünlər. Aha. Yəni, hidayət olsunlar. Mən istəyirəm ki, Əkbər mənimlə bərabər, mənim yanımda, özü olmasa da ruhu mənimlə getsin, gəlsin. Mən İmam Hüseynə çatanda arzulayaram ki, İmam Zaman ağa mənim qarşıma çıxsın, mənimlə rastlaşsın və arzulayaram ki, bütün dostlarım və yaxınlarım hidayət olsun. Mən onları İmam Hüseynin qonaqları kimi görürəm. Mən onlara su hədiyyə eləyərəm. Yəni, əlimdən nə gəlsə mən ehsan eləyərəm.